Xəmir yoğurmadan, yuxa açmadan restoranlardakı lahmacunlara meydan oxuyan lahmacun resepti bölüşürəm. İçlik üçün tərəvəzləri, soğan, yaşıl bibər, qırmızı kapya bibər, acı bibər, sarımsaq və pomidoru iri. Cəfərini isə narın doğrayaq. Cəfəri xaric hər birini tam püre halına gətirməmək şərti ilə blenderdən keçirək. Qaba əlavə edib üzərinə qıymə ət, tomat pastası, bibər pastası, cəfəri, pul bibər, şirin toz bibər, qara istiot, duz və zeytun yağı əlavə edib yaxşıca yoğuraq və içliyi hazırdır. Milli dadın sac lavaşı lahmacun xəmirini çox gözəl əvəz edir. Xəmir yoğurmağa heç bir ehtiyac qalmır. Ölçüləri də lahmacun üçün idealdır. Tərkibi tam qatqısız və mayasızdır. Lavaşı soba listinə yerləşdirib üzərinə 2 xörək qaşığı içlikdən əlavə edib hər tərəfinə bərabər yayaq. Öncədən 230 dərəcə isidilmiş sobada altı qızarana dək bişirək. İstəyə görə tavada qapaq altında da bişirmək olar. Lavaşı xırçıltılı, içliyi sulu, möhtəşəmdir. Yaddaşa verib mütləq hazırlayın.